Salam əskər. Sizi Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edirəm. Bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. 5 rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlarda bizdə olmalıdır. Bu bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur. Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub, işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bugün də Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan ordusuna, yaşasın Azərbaycan. Vətənə! Xalqa!